Sovet hökumətinin vaxtında məşhur bir dənə söz idi. Qılıncdan dönməmiş. Bəli, bəli. Qılıncdan onunla belə şuuraltı yeridirdilər. Yəni biz könüllü şəkildə İslamı qəbul eləməmişik. Bizi qılınc yüzünə. Güya məsələn qılıncda söhbəti gələndə İslamda Həzrət Əli gəlirdi ortalığa. Bir dənə sözündən iki dənə nifrət yaradırdılar insan. Biri dinə qarşı, İslama qarşı, biri də Əli əleyhissalama qarşı. Bir də ateist o vaxt. Ateist deyəndə ki, o vaxtın cəmiyyətin üzvlərindən də biri mənə dedi. Dedim, vallahi bu söz yalan. Dedi, niyə? Dedim, Əli əleyhissalamın qılıncı kimin başına qalxıbsa o adam yaşamayıb. Yaşayıb İslamı da qəbul eləmiş. Ta ki, məsələn, yaşadı, İslamı da qəbul elədi. Yox. Quranda hətta la ikrahə fiddin var da, elə deyir. Bizim, məsələn, işğal edib, gedib küfrü vilayətində onları məcbur eləyə bilərik, İslamı qəbul elə. Buna bizə İslam icazə verir. Bayaq Seyid dedi, Peyğəmbər ora hücum elədi, məsələn, Xeybər qalasını. Onlar dinc oturmurdular. Əhdi pozurdular. Əhdi pozurdular, ona görə idi. Yəni, hələ məsələn, indi ola bilər başqa bir cəhətlərdən, siyasi bir cəhətdən, hansısa cəhətdən elə bir şey olsun, məhz elə biz gedək, məsələn, kimisə məcbur elə İslamı qəbul eləsin, belə bir şey yoxumuzdur. Onlarla üzrə müharibəsi Rəsulullahın din müharibəsi bu mənada deyildi ki, gəlin dini qəbul edir. Onlar bu etabı keçmişdilər. Söhbət buydu ki, sakit qonşuluq Quran da deyir, gəlin aramızda müştərək şeylər üstündə şey eləyək də. Təalav ilə kəlimətin səvahin bəynənə və vəhdət eləyək, Allaha şərik qərar verməyək, Peyğəmbər qəbul edək, qiyamət qəbul edək. Heç birimizdə. Hətta bunu, məsələn, hətta bəzilər bunlar deyir ki, oranın legitimliyini tanımaqdır. Bu Məsihiyyət dininə, məsələn, o biri dinlərə deyəndə ki, gəlin ki, onları bir rəsmi din kimi tanımaqdır. Əslində rəsmi din kimi tanımaq deyir, o irfaqdır. Yəni, dostluq əli uzatmaqdır. Dostluq əli uzatmaqdır. Necə, məsələn, zəkat bəhsində müəlləfə qulubuhum var, o da onun kimidir, irfaqdır ki, məsələn, onlar üçün şərait yaratsın. Yəni, madəm məntiq qəbul eləmirsən, sən ləkum dinikum vəliyyədin, sənin dinin səndə, mənim dinim məndə düzgün qonşuluq vəziyyətində yaşayır. O müşriklərdən sizlə birdən qonşuluq eləmək istəsə, siz onlarla qonşuluq edin, qoy Allah kəlamını eşitsinlər, məsələn.